Deməli, ətraflı sualların həllinə baxırıq. Bizə deyir ki, 78-də A nöqtəsindən eyni zamanda 2 nöqtə 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. Nöqtələrdən biri hər 36 saniyədən bir, digəri isə 63 nöqtədən bir. A nöqtəsindən keçirsə, bu nöqtələrin ilk dəfə eyni anda A nöqtəsindən keçmələri üçün lazım olan müddəti müəyyən edin. Gəlin baxaq. Deməli, birinci çevrələrimizin quruluşunu çəkək. Sonra isə digər isə eyni nöqtədən keçirlər deyə bu şəkildə quraq. Fərz eləyək ki, bura A nöqtəsidir. A nöqtəsi. Bura keçib 36 saniyədən. Bunu biraz kiçildək. Burada keçib 63 saniyədən. Adi bir əkob məsələsidir. Tapırıq əkob 36, 63. 36, 63. Hər tərəfdən 9-u mütərizə xaricinə çıxartsaq, 9 vurulsun. Burada qalır 4 ilə 7. 4 ilə 7-nin də əkobu 28-dir. 28-i 9-a vuranda 72, 7 da 252 saniyədə keçəcək. Bu oldu 78-ci sual. 79-cu sual. Deyir ki, tərəflərinə bir-birinə paralel olan 2-3 bucaq arasında qalan sahədən ibarət qaçış yolunun kənarlarını A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkildi. Uzunluqlarını verib və deyir, cəmi neçə ağac əkildi. Demək, A'dan B'yə 120-dir. Bura 120-dir. Niyə bu qədər qalın olur? Bir dəqiqə. Aha. A'dan C'yə 90 santimetrdir. B'dən C'yə isə 150 metrdir. Daha doğrusu metrdən. Və bizə DF 30 veribdir. Bunların paralel olduğu şərtini verdiyi üçün məlum məsələdə ki, burada bir oxşarlıq var. Onda görürük ki, bura 30'dur, burada 90'dır. Yəni kiçik üçbucaq böyük üçbucaqdan 3 dəfə balacadır. Onda böyük üçbucağı burası 120'dir, burası 90'dır, burası da 150'dir. Kiçik üçbucağın da burası 30'dusa hər tərəfi 3 dəfə balacadır axı. Onda bura 30'dusa 150'nin 3 qat az 50, 120'nin 3 qat azı 40 olacaq. Deməli, hər 5 metr arayla ağac əkirlər. Onda bunun perimetrini tapsaq 120, 90, 210, 150 də gəldi 360. Bunu eləyir 360. Bunun perimetri isə eləyir 40, 30, 70, 70 üstə 50 gəldi 120. Buna 5 metrdən əkəndə 72 ağac bura düşür. Buna 5 metrdən əkəndə 24 ağac da bura düşür. 24 ilə 72'ni də toplayırıq. Cəmi 96 ağac əkilər. Keçdik 80-ci suala. Deyir ki, eyni koordinat müstəvisində x üstə gəl 3'ün kvadratı, üstə gəl y üstə gəl 2'nin kvadratı 16 və aşağıdakı tənlikləri ilə verilmiş iki çevrənin hərəsindən bir nöqtə götürülür və bu nöqtələr arasındakı maksimal məsafəni istəyir bizdən, ən böyük məsafəni. Deməli, bizə çevrənin tənliklərini veribdir. X çıx, x üstə gəl aynən. Deməli, çevrə tənliyini yadınıza salaq. Çevrənin tənliyi bu şəkildə olur. Bilirsiniz ki, üstə gəl y çıx b'nin kvadratı bərabərdir r-in kvadratına. Onda birinci çevrənin, gəlin düzəldək. Deməli, mərkəzi əksinə götürsək, -3'dən -2 nöqtəsi və radiusu da 16'da axı, kvadratı 16'dır da. Deməli, özü 4 santimetrdir. İkinci çevrəni də biraz aralı götürək. İkinci çevrənin də mərkəzi 5 və deməli 4'dür. Radiusu isə 9'a görə 3'dür. İndi biz düşünək ki, bunların mərkəzlər arasındakı məsafəni götürürük. Bunlar bir fərziyyədir, yəni üzərində götürülür. Baxın, bu yaxın məsafə olar. Amma biz bunun diametr boyu olduğunu düşünsək, yəni ən uzaq məsafə bu məsafələrdir, məlum məsələdir ki. Buraların ölçülərini biz bilirik ki, bura qədər 3'dür, bura qədər də 3'dür. Ən uzaq məsafə 2 diametr arası olacaq. Buranı da məsafə düsturu ilə tapa bilərik. Çünki mən buradan başqa buralardan bir yerdən nöqtə götürsəm, məsafə kiçiləcək. Maksimal məsafə olması üçün ancaq ki, mərkəzdən keçən olmalıdır. Yəni diametr.
Gəlin birinci mərkəzlər arasındakı məsafəni tapaq. Bura 4'tü, bu arada 3 yazmışam. Aha, mərkəzlər arasındakı məsafəni tapaq. Sonra üzərlərindən bir radius qədər gələcək. Elə bil ki, diametr qədər gələcək. Onda bu nöqtələr arasında məsafə düsturu belə yazaq. O1, O2 bərabərdir. Kök altında mənfi 3'ün kvadratı, mənfi 3 çıxılsın 5'in kvadratı. Üstə gəl, mənfi 2 çıxılsın 4'ün kvadratı. Eləyəcək. Bura 8, burada 6 verir. 8 ilə 6'nın da kvadratlar cəmi 10 verəcək. Kök altında 100 və 10 verəcək. Biz tapdıq. Baxın, buradan bura qədər məsafəni ki, bunların mərkəzləri arasındakı məsafə 10 yumuş. İndi kənardan da hər birinin üzərində radius qədər gələndə olacaq 10, üstə gəlinsin 3, üstə gəlinsin 4, cavab eləyəcək 17 santimetr. Bu da oldu 80-ci sualın həlli. İndi keçək 81-ci suala. Bir də bunları təmizləyim ətrafını. 81-ci sual deyir ki, məxrəci 7-dən böyük və 31-dən kiçik natural ədədin surəti isə 1-ə bərabər olan adi kəsirlər verilmişdir. Bu kəsirlərin təsadüfi seçilmiş birinin sonlu onluq kəsir şəklində yazılması. Gəlin baxaq. Bilirsiniz ki, ehtimal əlverişli halların, bütün halların nisbətidir. Deməli, bizim kəsirlərimiz 8-dən başlayacaq. 8-də 1, 9-da 1, ta ki 30-da 1-ə qədər. Deməli, sayaq görək neçə dənə mümkün hal var. 30-dan 8-i çıxıram, birdən də üstünə gəlirəm, çünki hər ikisini daxil elədik. 22, 23 dənə ümumi kəsirimiz var. Bura M yox, N yazacaqdım. 23 dənə ümumi kəsirdən bizə görə hansı lazımdır? Deyir ki, adi sonlu onluq kəsir şəklində göstərilə bilsin. Biz sonlu hansıları göstərə bilirdik? Məxrəcində yalnız 2 və 5'lər iştirak edən. İlk başlayır 8'də, qutarır 31'də. Daha doğrusu 30'da. Deməli, bunların içində 8'i götürə bilərik. Ancaq 2'lərdən ibarətdir. 10'u götürə bilərik. Sonra 16'nı götürə bilərik. 20'ni götürə bilərik. Bir də nəhayət 25'i götürə bilərik. Başqa heç biri bizim bu şərtimizə ödəmir. 1, 2, 3, 4, 5 cəmi 23'də 5 ehtimalımız var. Yəni 23 hadisənin 5'i bizə əlverişlidir. Bu qədər. Ətraflı suallar bilirsiniz ki, çox bal verən suallardır. Ona görə bunların həllini sözlərlə də yazsaq daha çox bal verərdi. İndi birazdan yəqin ki, standart cədvəli çıxacaq. Oradan hara qədər düz yazmışsınızsa, heç olmasa başlanğıcdan belə bir nəticəyə qədər gəlmişsizsə, bal veriləcək. Qorxmayın. Neçəsini düz yazıb yazmadığınızı rəylərdə mənimlə bölüşsəniz sevinərəm.